uşaqlar, bugünkü dərsimiz Şirvanşahlar dövlətidir. Feodal dövlətlərdən ilk olan Şirvanşahlar dövləti haqqında məlumat verəcəyik. Başlayaq dərsimizə. Məzədlərin Bərdəmirliyi. Deməli, Şirvanşahlar dövlətinin ümumiyyətlə mövcud olduğu dövr 861-1538-ci illərdir. Məzədlərin Bərdəmirliyindən danışsaq, ərəb mənşəli olan məzədlər Azərbaycanın şimali şərqini idarə edirdilər. Sülalələrin görkəmli nümayəndələrindən biri olan Yezid ibn Məziyyət 780 və 801-ci ildə əmirlik başçısı olur. Xilafət dövründə Şirvanın birinci rəsmi hakimi tanınır. Daha sonra aranda mərkəzi Bərdə olan feodal dövləti əmirliyi yaradır. 859-cu ildə Yezid ibn Məziyyədin oğlu Məhəmməd ibn Yezid Bərdə əmirliyinin iqamətgahını Gəncəyə köçürməsi nəticəsində Məzədlər sülaləsinin nüfuzu artır və Məzədlər Azərbaycanda daha da möhkəmlənir. Daha sonra artıq Şirvanşahlar dövlətinin yaranması haqqında məlumat verək. 861-ci ildə, yəni hicri təqvimlə 247-ci ildə xəlifə mütəfəkkirinin ölümündən sonra xilafətlə başlayan ixtişaşlardan istifadə edən Heysam bin Xalid 861-ci ildə Şirvanşah dövlətini yaradır. Özü bir il hakimiyyətdə olur, yəni 861-dən 862-yə qədər. Şirvanı müstəqil elan edib xilafətlə bütün əlaqələri kəsir və ilk dəfə Şirvanşah titulunu qəbul edir. Azərbaycanın ən uzun ömürlü olan feodal dövləti olan Şirvanşahlar dövlətini yaradır. Heysam bin Xalidin varisləri dövründə dövlətin sərhədləri möhkəmlənir. Dövlətin ilk paytaxtı olan Şirvan şəhərinə isə məhsul saxlamaq üçün anbarlar tikilirdi. Qeyd var burada. Şirvanşahlar ərəb mənşəli Məzədlər sülaləsindən olduğu üçün Məzədlər dövləti adlanırdı və İslamın qəbulu və vahid xalqın formalaşma prosesindən Məzədlər türkləşmişdi. Hərbi strateji cəhətdən əhəmiyyətindən danışaq Şirvan əyaləti ticari cəhətdən şimal və cənub ölkələri arasında vasitəçi rolunu oynayırdı. Şirvan qonşu əyalətlərdən fərqli olaraq xarici hücumlara nisbətən az qalırdı və bu isə iqtisadiyyatın inkişafına müsbət təsir göstərirdi. Daha sonra Bakıxanovun yazdığı kimi xoş havası, yaylaqları, çoxlu çayları, bol taxıl zəmiləri, meşələri, bağları olan Şirvan Azərbaycan digər əyalətlərindən fərqlənirdi. Şirvanşah Abdülqadirin hakimiyyəti dövrünə baxaq. 917-948-ci ildə hakimiyyətdə olur. Dövlətin ərazisi cənubda Kür çayına, şimalda Dərbəndə qədər genişlənir. 918-ci ildə qədim Şamal şəhərini bərpa etdirərək Şirvanşahlar dövlətinin paytaxtı edir. Burada rəvayətlər var Şəmah haqqında. Onları saxlayıb özünüz videoda qeydinizi apararsınız. Daha sonra biz keçək Əbutahirdən sonraki dövrə baxaq. Əbutahirdən sonra hakimiyyətə gələn varisləri dövləti daha möhkəmləndirdilər və 10-cu əsrin 80-ci illərində Qəbələ, Bərdə, Şabran, Şəki hakimliyi, Tabarasan, Sənariyə və Dərbənd hakimliyi 988-də Şirvanşahlar dövlətində birləşdirildi. Şirvanşahlar dövləti birləşdikdən sonra Dərbənd səddinin təmiri və qala divarlarının təmir etdirilməsi elə Əbutahirdən sonraki dövrlərə aiddir. Şirvanşahlar da Azərbaycanda yaranmış digər feodal, müstəqil feodal da fərqli olaraq müstəqilliğini uzun müddət qoruyub saxlaya bilmişdi. Məzədlər dövründə Şirvanşahlar dövlətinin idarə etmə sisteminə baxaq. Ölkənin şah idarə edir, dövlətdə mütləq hakim idi. Hakimiyyəti atadan böyük oğula irsən keçirdi, oğul yoxdursa şahın qardaşına keçirdi. Şəhzadə əyalətləri idarə edirdi, vəzir daxili və maliyyə işlərinə başçılıq edirdi. Sarayda ən yüksək vəzifə idi və çox vaxt irsən keçirdi. Hacib var idi, saraydakı işləri tənzim edirdi, saray mərasimləri təşkildə mühüm rol oynayırdı. Ordu Məzədlərin əsas ordusu şahın xüsusi qüvvəsi idi. Bundan əlavə iri feodalların və vilayət hakimlərinin xüsusi qoşun dəstələri var idi. Hər iki qoşun növün əsas hissəsini süvarilər təşkil edirdi. Ordu yalnız müharibə zamanı şahın əmri ilə bir yerdə toplanır və döyüşdə orduya şah və ya vəzir komandanlıq edirdi. Şirvanşahlar dövlətinin yaranmasının əhəmiyyətinə baxaq. Qədim dövlətçilik ənənələrinin dirçəlişinə təsir göstərmişdi. Şimaldan Slaven və Alman baskılarına qarşı mübarizə asanlaşmışdı. Şamaxı, Bakı, Şabran və Dərbənd və ticari sənətkarlıq şəhərləri var idi və bunlar da sənətkarlıq mərkəzinə çevrilmişdi. Daha sonra Dərbənd əmirliyinə baxaq, sonda isə ərazilərini sizə xəritədə göstərəcəm. Ərəblərin dövründə Babul Əvvab, yəni qapılar qapısı adlanan Dərbənd şəhəri xəlifənin təyin etdiyi ərəb sərkələri tərəfindən idarə olunurdu. Təqribən 9-cu əsrin ortalarına qədər şəhərin ərəb sərkərdəsinin əsas vəzifəsi şimaldan gələn hücumların qarşısını almaq idi. 869-cu ildə xilafətin mərkəzində türklərin üsyanlarından istifadə edən şəhər hakimi Haşim Əs-Sulami, yəni Haşim bin Suraka Dərbənd əmrini müstəqil elan etdi. Onun adı ilə dövləti idarə edənlər Haşimlər sülaləsi adlandı və 988-ci ildə Şirvanşahlar dövlətindən asılı vəziyyətə düşdü. Qismən də olsa müstəqilliyini qorudu. Lakin 1075-ci ildə 1-ci Fəribürüz
Dərbənd əmrini birbaş Şirvanşahlar dövlətinə birləşdirmişdir. Tiflis Müsəlman əmrindən danışaq. Tiflis Müsəlman əmri ərəblər tərəfindən Şərqi Gürcüstana canişinlik yaratdığı zaman, yəni 8-ci əsrdə burada öz əmirliklərini də yaratmışdılar. Tiflis Müsəlman əmirliyində hakimiyyəti ardıcıl olaraq 3 sülalə Şüeybilər, Şüeybanilər və Cəhvərlər sülaləsi idarə etmişdir. Kartli, Tiflis və ona bitişik ərazilər Tiflis əmrinə tabe idi. 9-cu əsrdən etibarən əmirlik müstəqilliklə mübarizəyə başladı və 960-cı illərində Ərəb xilafətindən təsirindən azad oldular. Cəfərli sülaləsinin əmirləri dövründə isə 9-cu əsrin 80-ci illərində Tiflis Müsəlman əmiri müstəqilliyə nail oldu. Öz adlarına metal pul zərb etməyə başlamışlar. 1121-ci ildə baş vermiş Didiqoli döyüşündən sonra 1122-ci ildə Gürcülər Tiflisdə Müsəlman əmirliyini ləğv edərək Tiflisi Gürcüstan tərkibinə qatdı. Ərəb coğrafiyacısı Əl-İstəxri deyirdi ki, aranda Bərdə, Bəbil Əvvab və Tiflisdən böyük şəhər yoxdur. Tiflis aranın şəhəri hesab edilirdi. O, Bərdə və Dərbənd qədər böyük olmasa da çox məhsuldar meyvəsi və əkin sahələri bol olan yer idi. Daha sonra baxaq Şəki hakimliyinə. 9-cu əsrin 60-cı illərdə Azərbaycanın şimal-qərbində yaranmışdı. Digər Azərbaycan dövlətlərinə fərqli olaraq Şəki hakimliyi İslamla xristianlar arasında kəskin qarşıdurma bölgəsinə çevrilmişdi. Gürcü kilsəsi Şəkidə yaşayan xristian Alban ailələrini öz təsiri altına almağa çalışırdı. Gürcü hökmdarları isə xristian Albanları gürcüləşdirməyə və onların yaşadığı əraziləri Azərbaycan torpağına ayırmaq üçün siyasi təzyiq göstərdi. Şəki hakimləri Gürcülərin bu işğalçı siyasətinə qarşı mübarizə apararaq Azərbaycanın şimal-qərb sərhədlərini uğurla qoruyub saxlayırdı. Bu Şirvanşahlar, Dərbənd əmiri, Tiflis Müsəlman əmri və Şəki haqqında ümumi məlumatdır. İndi isə burada sizə ərazilərini göstərim. Əsasən Azərbaycanın şimal-şərq hissəsində yerləşirdi. Şirvanşahlar dövləti təqribən bu ərazini əhatə edirdi. Diqqətlə baxsaz. Daha sonra 988-ci ildə və 1075-ci ildə bir Dərbəndi ələ keçirdir. Yəni bu ərazidə diqqətlə baxın, yəni yenidən silim, yenidən çəkəcəm. Yəni 988-ə kimi bu ərazilər idi Şirvanşahların tabeliyində. 988-dən sonra isə, yəni daha dəqiq desək ki, 1075-ci ildən sonra isə artıq Dərbənd əmirliyi də Şirvanşahlar dövlətinin ərazisinə daxil edilir. Daha sonra baxaq, deməli, mərkəzi hara idi? Ən birinci dediyi mərkəz Şirvan şəhəri idi. Birinci mərkəz. Daha sonra Əbu Tahirin dövründə isə Şamaxı şəhərinə köçürülür. Yəni Şirvan və Şamaxı. Yəni iki paytaxt olur. Ən birinci Şirvan, daha sonra Şamaxı, yəni Yezdiyə şəhərinə köçürülür. Daha sonra gəldik biz burada Dərbənd əmri haqqında danışaq. Yəni 869-cu ildə əsası qoyulmuş əmrlik Dərbənd əmri idi. Dərbənd əmrində mərkəzi Dərbənd şəhəri idi. Daha sonra diqqətlə baxın bura, bu Dərbənd əmirliyi və mərkəzi isə Dərbənd şəhəri idi. Daha sonra indi baxaq Şəki hakimliyinə. Şəki hakimliyi də bu əraziləri əhatə edirdi. Yəni İslamla xristianlıq arasında kəskin qarşıdurma mərkəzi sayılan yer və buraydı. Mərkəzi Şəki şəhəridir. Tiflis Müsəlman əmri isə bu ərazidən əhatə edirdi və dedi ki, 8-ci əsrin 30-cu illərində meydana gəlmişdi və ta ki öz varlığını qoruyub saxlamaq üçün 1122-ci ilə qədər təsadüf etmişdir. Yəni bu idi, bu ərazilər idi haqqında danışılan mövzular və xəritədə də yerini göstərdik. Əsasən dedik Azərbaycanın şimal ərazilərində bəli mövcud olmuş və varlıqlarını sürdürmüş dövlətləri idi. Ümidvaram sizin üçün faydalar oldu. Çox sağ olun.